Hamıya salam əziz dostlar. Promen kanalından mən Cavidan. Bugün sizinlə nə edirik? Bugün Voltda işləyəcəyik. Bəli, bayramdan sonraki iş günləri bilirəm ki, hər kəs üçün maraqlı ola bilər. Bəziləri üçün maraqlı ola bilər, cümləni daha düzgün quraq. Yəni iş zəifdirmi sualının ən böyük cavablarından birini bugün mən sizə verəcəm. Proqramımızı 12:38-də açacağıq inşallah. Gün ərzində indi uşaqlarla qrupda danışıq da olacaq. Özümüzə dajı sürüb yoxlayacağıq ki, harda zakaz var, harda yoxdur. Tam dəqiqliyi ilə bilinəcək. Motosikletimizin səsi ümid edirəm ki, sizə çox gəlmir. Bilirsiniz, 125 olmağına baxmayaraq TVS Rider'ın səsi dolu səsi var. Baxaq statistikamıza. Statistikamız gördüyümüz kimi 0 kilometr 0 manatdır. Çatdırılma yerinə yetirib 0-29 mart günü. İndi birinci zakazımı götürmüşəm. Gedirəm Leguzu by Cafe City'yə. Gedək Leguzu by Cafe City'yə birinci nağd zakazımızı götürək. Görək bizdən qalıq məbləği tələb olmur. Yumurta, pomidor, təndir çörəyi. Leguzu by Cafe City'yə getməyin indi rahat bir yolunu da göstərəcəm. Gedək Leguzu'ya. Leguzu by Cafe City. Hoppa. Ha, sən saxlamısan? Elə bilən bura girsən, he? Hoppa, hoppa. Gözləyək indi bu day keçsin. Ardıyca da biz keçək gedək. Oba. Oba. Ürəyim qurban, keçirsən keçim. Hello brother. Aha. Camaat qız qalasının yanında şəkil çəkdirir. Bir dənə qaqam da belə metalik 4 faran üstünü silir, təmizləyir. Belə şey mi olar ha? Deyən görək kimdir bizə zəng eləyən? Murad Volt. Qoy görüm ha, ürəyim zəng eləyir mi? Qoy əlavə eləyim ürəyim qurbanı xəttə. Dema kiçiyim, əmi qurbana sə. Qoşdum. Bu nə qəş uşaqda? Salam ürəyim, salam. Deməli əziz dostlar, ilk zakazımızı götürdük. Gedirik hara? Müştərimizin ünvanına. Deməli müştərimizin ünvanı elə Çər şəhərdədir. Qalaqdadır. Gedək müştərimizin sifarişini verək. Maraqlıdır əslində buradan götürüb bura vermək. Zakaz azdır deyə kiçik zakazları da götürürük. Belə yəni normalda da götürürük, o söhbəti yox. Prosta indi biraz daha üstünlüğü vermişik də. Xırda zakaz olanda qaçırtmırıq. Ki həm performansı yüksək saxlayır, həm də ki qazancı da yəni bir miqdar təsir edir, amma eyb yox da yəni verir. Körpə uşaqlar gəlir. Bura qoş, haradır belə, qoş, bura Bakıdır bəyəm. Alo. Kitayski oğlan, Ruski yazıçını. Bunlar haralda, Hindistan, Ərəb, hər şey var ya qoş burada. Birləşmiş Ərəb Əmirlikləri olub bura qoş. Ərəbdən əlavə burada hər cür millətdən var, maşallah olsun. Azərbaycanımız inkişaf eləyir. Orada qoyun gülü var, axsın əzizsin. Azəri torpağının hamımız evladıyıq. Bəh, samovarın iynə var. O həyasız nömrədir, baba. Arkadaş o şuruf deyib, bax. Qaraja gedən kimi mən onu açıb tulluyum. Başqasını bağlayayım onun yerinə. O həyasızdan mənə fayda yoxdur.
O tıngıltı oradan gəlməməlidir əslində. Daşlı yoldur deyə özün gör necə biruzə verir. Deməli, müştərimiz konumun səhv vurub. Bayaqlar mən Ləquzu ilə üzbəyiz olanda müştəri yazmış ki, bəs pendir çörək. Bildim ki, elə pendir çörək restoranı olacaq. Bəs zəng vurdum, telefonu açmadı. İddia indi mən də dedim, yəqin açmadısa, yəqin ki, indi düz bildiyi nəsə var da. Sürdüm, gəldim müştərinin qeyd elədiyi konuma. Zəng elədim, bəs deyir ki, yox da, mən buradayam. Nəysə, bir-birimizə başa saladık ki, axırı, yəni ora deyil, buradır. İndi təzədən mən də bu vəziyyətlərdə, yəni volta yazmağı üstün bilmirəm. Yəni buradan oracan məsafə nə qədər 200 metr deyil də. Yəni onu bir dənə özüm tamamladım. Zakazı tamamlamış kimi vurdum. İdaca özüm sürürəm hara müştərinin yanına. Müştəri bu domiklərdədir. Gedirəm indi o domiklərə, müştəridən oradan ödənişimizi alım. Ondan sonra da üçünü. Görək başqa zakaz bizə harda verəcək. Çataq bir dənə müştərimizin yanına. Hoppa. Deməli qardaşlar, Aloy Aptekdən Lermontova verir. Bunu da götürək. İş elə biraz düzəlib. Aloy Aptek. Hardasan sən? Aloy Aptek. Aloy Aptek. Heç motosiklet sürməyə heç ehtiyac yox deyə. Aloy Aptek də buradadır. Gedək ora Aloy Aptekə. Zakazımızı götürək. Gələk. Aloy Aptek Lermontov. İndi bizim üçün yaşayamayacaq. Düz elə vaxtında. Hoppa. Sifarişimizi götürdük. Sifarişimizi götürdük əziz dostlar. Gedirik hara? Teymur Elçin küçəsinə. Qoyaq bunu zaryadkaya. Opa. Mənim telefonum yaxşı zaryadka saxlamır. Ona görə tez-tez zaryadkaya qoyuruq. Opa. Kurtqamızın qolunu da bağlayaq. Getdik. Gedirik hara? Teymur Elçin küçəsinə. Müştərimizin ünvanına. Salam dədə, yorulmayasan. Burada biraz sağdan gedək. Oy. Burada piyada keçdi. O piyada keçsin üstüne satırlar. Favoritimizi yandırırıq sola. Dönürük geçsin. Favoritlərdən daim istifadə edirəm mən qədər. Sürətdəki şəhər içi nədir? O. Bu pribor indi çox göstərə bilər. Yəni siz motosiklet priborlarına çox aldanmayın. Söhbət burada məhz Japon motosikletdən getmir. Biz onu Hindistan motosiklet sürürəm. Mən bilirəm ki, bu 8 kilometr, 7 kilometr artıq da göstərir. Hoppa, salatımız sirkəlir. Ay, bura nədir ay belə? Vay. Ay, bunun biraz amortizatörün yumşaq qoyun dana. Salatımız sirkələndi axı bizim. Yan burada mən blokları bilirəm. Görüm neçədir burada. 12-dən o yüzədirsə o binaya getməliydik biz səhv eləmirəmsə deyirəm. 12-dən o tərəfədirsə biz o binaya gedəcəyik. Çatmamış Pleçana yuxarı köhnə binanın salonunda giriş blok 16. Yəni oradır da.
Buradan hardansa pilləkən var idi ora düşməyə. Deyirəm elə buradan idi. Bir dənə də Barista Şef Xəqanidən ara qeyci. Təzədən elə arxaya qaydırıq. Gedək Barista Şefə. Əziz qardaşlar, deməli ikinci zakazımı götürmüşəm. Deməli telefonla danışırdım deyə tam üst-üstə düşmədi. Bilmədim səs nə aralıqda qalacaq, qalmayacaq. Heç əlcəklərimi də taxmadım açığı. Deməli zakazın biri üstümdədir. Daha ikinci zakazı atıb. Nə əcəbsə, yəni əla bir şeydir bu təbii ki. Yəni da sağ olsun atıb. Mən də gəlirəm ikinci zakazı götürməyə. Deməli xəritə bizə deyir yuxarıda, amma biz aşağıdan gedəcəyik təbii ki də. Aşağı daha yaxındır məsafə olaraq. Gedirəm indi ikinci zakazı götürüm. Bu motosikletin səsi ləzzət edir də. Baxmayaraq ki 125'dir, amma yenə də səsi belə dolu deyə tox səsi var. Xoşum gəlir bu motosikletin səsindən. Həm farasından, həm səsindən. Pribor da yəni normaldır. Lazım ola biləcək, yəni bu model üçün hər bir məlumat var priborda. Sola pavorotnikimizi yandıraq, stabil qaydada. Gedək buradan görək nə idi zakaz götürəcəyimizin yerin adı. Kofe bar 6-cı paralel. Hə, kofe bar qəşəng yerdir, mənim xoşuma gəlir. Deməli əziz dostlar, o bayaqçı 2 dənəli zakazı verəndən sonra təzədən bir dənə də 2 dənəli zakaz atıb. Biri 1-2 dönər Kaspiyandandır. Geri 1-2 dönər Kaspiyana. O birisi hardandır? O birisi də Tambura idi. Tambura arxadadır, 1-2 dönər qabaqdadır. Bax, o yaxşı olmadı. İndi mən məcburam ki, 1-2 dönər götürəndən sonra 5 dəqiqəsi var. Təzədən piyada gedeyim arxaya. Özüm də susamışam. Bir dənə su alıb içmək istəyirəm. Görə indi bir dənə su almaq üçün bir mağazin falan. Kaspiyanda yoxdur. Bravo var bir dənə sağda, oradadır bir dənə. Görək düşürük də. Düşək görək başımıza nə düşəcək. Aha, 1-2 dönər hazır burada. Tamburanın yerini indi göstərəcəm sizə. Səhv xatırlamıramsa ora olmalıydı. Bax, Tambura buradadır, bax, burada solda. 1-2 dönər də qabaqdadır. İndi mən gəlirəm 1-2 dönərə, 1-2 dönərdən Tamburaya gəlmək üçün ya piyada yeriyəcəm, piyada biraz az məsafə deyil əslində. Baxaq da vəziyyətə görək nə edirik. Nəysə, saxlayaq tostçu Gökhanın qabağında. Hoppa, gedək 1-2 dönərə. 1-2 bizimki, 3-4 qapını ört. Uşaq vaxtı oynayırdıq ha. İndi də böyümüşük. Oyun zat da oynamırıq. Çox tez bir yerə əyləncəyə də getmirik. Deməli 1-2 dönər Caspiyan. Salam eləyəcəm brat. 332 əzizim. Sağ ol. Deyirəm də Tambura arxadadır. Deməli Tambura restoranı arxadadır. İdajı 5 dəqiqəsi də var. Buradan oracan piyada yeriyib gəlsəm yorula bilərəm. Ən yaxşısı mən motosikletə oturum, bir dənə fırlanım qayıdım. Yoxsa buradan oracan olan məsafə çox olmasa da tərlədəcək məni. Onsuz da susuzlamışam, su içməliyəm. 2 dənə eres. Qaç da voltda işləyir mən biləm. Hoppa. Görək kameramıza çəkiş gedir. Aha, çəkir. Əlcəksiz sürmək əslində yaxşı deyil, prosta nə bilim, mən sevmirəm də əlcəklə sürməyi. Hoppa, skor satmamışıq ki biz bunu. Mənim skorsum arada bir göstərmir, ya göstərir 1-dədir, ya 3-dədir, amma əslində neytralda olur. Bu təbii ki də bunu düzəltmək lazımdır, amma bu dəqiqəki yəni maddi durum, maddi vəziyyət o deyil də, hələ ki də hələ ki.
Gelirik tam buraya. Tam bura Caspian Plaza. 4 dəqiqəsi var elə. Görək necə olacaq. Əziz dostlar, deməli zakazlarımızı götürdük. Hər ikisində tam buranda gəldik, götürdük. Hara gelirik? Lidertekə. Gedək Lidertekə, görək başımıza nə iş gələcək. Hoppa. Əlcəklərimizi də taxaq. Əllərimiz sonra həm qaralmasın, həm də ki, yüngül sürtünmələrdən falan əlimizi qoruyur da nə qədər olmaya. Motosiklet əlcəyi məsələ var. Yəni, deyə bilmərəm ki, yoxdur. Var, hətta bir neçə dənədir. Amma bunları yumuşaqdır deyə hələ ki bunları istifadə edirəm. İnşallah indi bu əynimdəki koja kutkanı çıxartmaq qismət olandan sonra keçəcəm əlcəklərdən də tutacam. Mən əlcəyi ən çox xoşlayıram belə yarım qolluqlarım var. Mən belə qolluq taxıram, yarım qol köynəyi ilə giyinirəm. Əlcək onda mənə görə daha gözəl görsənir. Həm gözəldir, həm də istifadəyə yararlıdır. Yaman susamışam, yəni deyirəm. Görək, buradakı yerdə saxlayıb almaq biraz çətindir. Keç görək. Bu aralardan keçərkən ən çox nə diqqət eləmək lazımdır? Birinci növbədə güzgüdən sürücü ilə göz təması olub-olmamağına baxmaq lazımdır. Ki, məhz sürücü ilə səndə göz təması varsa var, yoxdursa da yəni, maksimum dərəcədə ehtiyatlı olmaq lazımdır keçərkən. Başa düşürəm, yəni probka vaxtıdır, bax bu dəqiqə yəni, tıxac var, amma yəni, belə sürətli bir tıxac da deyil də, yavaşdır. Çox yavaşdır. Burada misal üçün görürsən ki, sağda sürücü bax məni görmür. Döngəyə çatıb ona siqnal vermək də olmaz. Çünki onun da solunda avtomobil var. Burada ən sağa atıb avtomobilin 2 dənəsini ötmək olar. Amma dediyim kimi, sağdakı maşın qapını aça bilər, soldakı sağa misal üçün maşın çəkə bilər, qatlaya bilər. Buna görə də nə edirik? Həmişə ehtiyatla. Misal üçün sporta heç bilinmir ki, nə edəcək. Aha, ay maşallah, bu nədir ola? Məzələnirsən, nə qədər motosiklet var orada, deyən görüm ola. Kubellis, Raizet, Kubellis, Moped. Bunlar nədir belə qaqa? İməciliyə gedirlər. Nədir bala? Zontes, Zad. Burada nələr var ola qaqaş? Oyu böyle. Neçə dənə motosiklet var ola orada? Dolu diyor böyle motosiklet. Allah her birinin köməyi olsun. Ne bileyim. Amerika səfirliyin vur ve bu Lidertek. Lidertek orada olmaz axı. Nasıl bir şirket zatdı belki de. Bu buralarda olar. Amerikan səfirliyi vurub ama orada olmayacaq da, %90% orada olmayacaq. Qız zəng eləyək buna ki, sən haram vurmuşsan qardaş. Hə qardaşlar, deməli sifarişi verdik. Gedirik indi ikinci müştərinin ünvanına. Gedək bu sifarişi də verək. 70 metr, tamam, onda buradır. Sola yandıraq. Hoppa, yavaşça dönək. Buralarda mənə elə gəlir mağazin olabilir. O, güçlədir, ona görə döyəclədir. Bunun dünənləri açmışdım. Biraz yağlamışam bunu. Yəqin ki, yaxşı yerinə otuzdurmamışım. Təzə bazar Almarket. Almarket dikdəsən axsan. Oradan əslində ala bilərəm. Bir dənə baxım. Hoppa. Yox. Gedək irəlidən bir market tapalım.
Pendir. Bir yerde Araz var. Araz burası. Arazda sıklığı olur. Express değil, mini de bu. Mini ise zordur. Evet, burada saklamaya yer yok. Burada baş yol mənə bax elə bir. ...24 saat xidmətinizdəyik, amma terminalımız yeter olacaq. Neyse, boş ver. Sürəyə görə başqa nə tapırıq? Hə, qardaş, sür görək. 20 ilə gelirik məhlənisində. Ha, bu kızıymış ya. Sorry. Oba. Belensək döngələrdə əsasən biz solumuzu gözləyirik. Bax, məsəl üçün solumuza baxırıq da düzdür. Aha, avtomobil çıxdı, sonra şey, o solu bağlayıb. Sağa bir dənə qaz verdin. Sol yandırdım. Bir dənə Prius'a baxırsan, bir dənə də güzgüdən. Motosikletdə biraz ümumiyyətlə mən tərəfdarıyım ki, motosikletdə yəni cəld olmaq lazımdır. Başa düşürsən necə belə, yəni göz açıq olmalısan. Baxmalısan sağa, sola. Juvoydan ha qaqa. Məsəl üçün burada kənarda saxlamanın yeri var. Amma elə xət var ki, orada kənara sıxıb saxlamaq olmaz. Aha, rol üzdüydü o. Deyir abi, deyə çəkir, deyir ona bax. O deyirəm, bax, piyada gördüm axı mən elə bu orada. Görə indi yeni at keçidi açılmalıydı axı, açılıb da ola deyirəm də, bu parkdan o biri parka var şey. Açılıb. Hoppa, bax görürsən, bax elə olur, bax gəlsən qardaş, başın qarışır bax belə parka marka, cici yerlərə. İndi mənə necə qarışmışdı. Bir də ailə sanki belə X5 açıb qaqaş qəti qadağan olan bir parklanma zonasında qapıları sənin üzvə. İndi bilmirsən o qapı cənnətə açılır ya cəhənnəmə açılır. Rəhmətə gedəndən sonra bilə bilərsən. Orası şey baxırsan bu dünyada gördüyün xeyir savab işlərə. Ki harda xeyir iş görmüsən, harda savab iş görmüsən. Baxır şey olaraq xeyirdirsə xeyirdir, savabdırsa savabdır. Nə iş görmüsən ora? Mən də saxladı qaqa. Məni saxlamadı. Canım ay Murad. Digi девочка война. Oba. Dostum. Maşının gücü var da qaqa, şu qaz verir, o gedir. Ona olar. Bu da həqiqətən belə indi misal üçün qabağıma qatlayıb söhbəti deyil də. Onun qaz verdi, getdi. Mənə nə adət? Əsas o da mənim qabağdakı o tormuz məsafəmi qısaltmadı. Düzdür, eləməməlidir, amma hoppa. Elədi da indi. Burada qardaş bu dur işarəsi deyil. Ki buradan biraz yanacaq vuraq. Yox, sürə yeri var. Bu X5. X5 deyil bu, nədir bu? X7, X8 M-dir bu. X3 tane də X8'dir bu, X8 M-dir. Acayip biri var ya. R15. Təbii ki də dəmirdir də, qutudur. Bizim ondan ala biləcəyimiz bir zövq bizə uyğun yoxdur. Buyurun, buyurun, yol sizindir. Ne restoran yazmışdı bizə? Sonuncu Globoydan içəri, sola yandıraq. Tip Park Lane. Signal verək, nə olar, nə olmaz. Tip Parkland restoranının yan girişi Moika tərəf.
Baxaq görək də bu yan giriş hardadır qaqaş. Elladı xanım qaqaş. Parklanıya bura olacaq. Çox güman ki. Çünki mən xəritədən buranı gördüm. Buradır, Dajda, Moyka tərəfi. Aha, burada elə. Yan girişi haradır bəs? Yəqin ki, ora ola bilər və o dəmir reşotkalı yer. Ay, sola, bura ola bilər. Söndürək motosikletimizi. Hoppa. Walmart Market. Saxlayaq burada qardaş. Bir dənə su alaq. Deməli əziz qardaşlar, zakaz götürmüşük 1.80-ə. Geri Siyovarniyaya. Siyovarniyadan da qaydacağıq təzədən Targovun bu küçələrinə. Oo, sən qaqaş yaman bəs sürsən ha. Ümumiyyətlə mənim zəhləm gəlir də bu şəhərdə motosiklet sürməkdən. Vallahi deyirəm ha, belə rayon yolunda sürərəm də, yəni. Şəhərdəki bu stressdən falan adam uzaq olmaq üçün bilmirək nə eləsin. Güzgüdən baxıram hə, diriyib bu motosikletin diriyib. O şeydir, o 750 deyil, qısa debədir. Aynı işçiləri də buradadılar. Gedirik Siyovarniyaya. Deməli əziz dostlar, Targovda dayanmışdım, zakaz gözləyirdim. Bir dənə zakaz verdi bizə. Deməli McDonald's-dan geri Altes Plaza'ya. Nə bilim, bugün biraz belə, yəni digər günlərə nisbətən daha yaxşıdır işləmək istəyir. Amma yenə də zəifdir də, yəni bayramdan sonra iş belədir. İndi ümid edirik ki, inşallah ayın 2-sinə, 3-ünə, 5-inə mi, yəni işlər daha da qaydasına düşsün. Yəni onda mənim fikrimcə daha yaxşı belə volt çəkmək olar vlog üçün. Səs verir, özü də brrr gedir. Hoppa. Gün ərzində demək istəyirəm ki, yəni bu yollarda adətən ehtiyatlı olmaq lazımdır. Məsələn, sürücü məni gördü, mən istəsəm rahatlıqla keçə bilərəm. Məsələn, burada sürücü məni görməyib belə. Yəni sağ pavorotnik yandıraq, keçək sağ xəttə. Buradan da bir dənə solumuzu yüngül gözləyək. Baş yol bizi bilirəm. Prosta yəni də qardaş. O barmağım qalın tutan arasında. Hello brother. Güzgülər çox böyük önəm daşıyır. Bax buna görə deyirik ki, biz güzgüyə baxmaq daimi vacibdir. Unutmayın, tez-tez skors dəyişmək, motosikleti aşağı aparatlarda sürmək motosikletinizin ömrünü uzadır. Motosiklet daha az hərəkətli olur. İşlək parçaları daha az fəaliyyətdədir. Deməli bir dənə də zakaz götürdük 2.70-ə Rəmzoğlu Paxlavadan. Rəmzoğlu Paxlavada saxlayanda biraz belə saxlayaq. Bax, burada belə uqlavoy. Ki bizi buradan neynəsin? Cərimələməsin kamera. Hər şeyin bir variantı var da qardaş. Məcbursan, başa düşürsən, bax, zakazı buradan götürməlisən. Saxlamağa yeri yoxdur. Gör Rəmzoğlu baklavaya. Baklava var, baklava. Bir nəsə istəmirdi bizim içəri girməyimizi. Aha, ikinci zakaz. Məzələn bu. Nə yaxşı qaqaş, nə yaxşı. Nədir bu? La potato. Bu nə də?
La Potato. Gəl görək. La Potato. 90 plus kafenin yanı. Crazy Bar ilə üzbəüz yolun digər tərəfi. Crazy Bar ilə üzbəüz yolun digər tərəfi nə deməkdir? İnteresli bir cümlə quruluşudur, amma baxacaq da görə indi. La Potato. Nəsə götürmüşük yerik La Potatoya. Telefonumuzu taxaq zərət ki. Oy, sən niyə belə bək çıxırtdansan, qadın qalın. Sən yol istəməsən verməyəcəklər ha, ver yavaş-yavaş qabağa. Soliosi Italiano. Deməli qardaşlar, gelirik hara ikinci zakazımızı götürməyə. Burada sağımızı gözləmək lazımdır. Velosiped çıxa bilər. Bu da böyük bir ehtimaldır. Nə göşəyə ocaq iyi gələ buradan. La Potato. Niyə elə qaz verirsən qaqa? Özcə malıdır qaqa. La Potato. La Potato buraydı da la. Ha, yadıma düşdü. Bura bir maşın girər, yox girməz. Girməzsə də biz saxlayaq. Hoppa. Liv istəyirəm. İstəyirəm nə deməkdir? Nəysə, boş ver. Tamam, hoppa. Vay. Zaman təzmişdi ya. Ayıp olsun bize. Buna dikkatsizliğiydi. Hoppa. Oo, ne güzel TV'sen sen qaqaş. Çiçək diye çiçək. Bakalım NK ilə işləyən var, SR ilə işləyən var. Şəhərdə hər cür diviziyeni var. Motosiklet xoşum gəlir bundan. Həqiqətən. Düzdür, bunlarda kalem var, problemi var. Skorsu düz göstərmir. Nə bilim, periborları gedir. Yəni bu kimi problemlər var həqiqətən də. Məndə hələ ki bir dənə skors problemidir. Skorsu arada bir neytralda göstərmir. Ya 1-də göstərir, ya 3-də göstərir. Mən bir istəyəndə 2-də göstərir. Baxır da indi vəziyyətə. Ora avtobus xətti deyil də, sür. Qorxur. Bayaq qaydaya dediyim kimi, burada sən əgər yol istəməsən, sənə heç kim yol verməyəcək. Pirmitskə deyirsiniz, qaqaş. Bir çömü qalıb, bir çömü. Bax, Bakıxanov dönəncim burada yəni reyd var. Oğlu höyü, burada kim gəldi qaqa, saxla. Onu bura, heç olmaya 1.30 manata verərsən də qardaşım, heç olmaya. Heç qutusunu atma. Shelby, как дела? Все нормально, брат?
Thomas Shelby de yanında. Allah hey brat danış. Qəşəng. Allah hey birbaşa sən efirdə. Efir YouTube. Promo. YouTube'un adı nədir? Promen. Promen. Yazacağım. Canımsan. Mike Fox çəkir. Kaska tak, kaska tak. Yo, məndə kaskam budur. Görüşərik. Bəh. Yanımda bir dənə S1000 enerjidir ha. Nə bilim alan 093'dür. Yanımda bir dənə S1000 enerji var qaqa. Bir dənə qaz verin. Qaqa motosiklet mənə axır vaxtlar çox ləzzət edir. Allah axırın xeyirləsin. Ölüb eləməsəm yaxşıdır. Deməli qardaşlar, Thomas Shelby dalıyca bir dənə gözəl S1000 RR-dən sonra bir dənə də zakaz götürmüşük. Gedirik hara zakazımızı götürməyə, Vozol statistikaya. Gedək Vozola, zakazımızı götürək oradan da. Motosiklet aləmi həqiqətən çox gözəldir ya, çox belə maraqlı bir aləmdir. Mən hər kəsə qəzasız bəlasız sürüş arzu edirəm. Da ki, heç kimdə problem çıxmasın. İçi biz qarışıq. Hoppa. Gedək zakazımızı götürək. Bizə deyir buradan qalx. Qalx deyir, qalx da. Vizorumuzu bağlayaq, tozlormandı buralar biraz. S1000 həqiqətən çox qəşəng idi ya. Yeri var idi. Ha qardaşlar, mən elə bilirdim ki, videomuz boşuna gedib. Thomas Shelby S1000 RR videosu. Dedim yəqin ki, kadraja düşməyib və yaxud da GoPro açıq olmayıb. Adətən mən GoPro-nu söndürəndə səslə söndürürəm və yaxud da düymə ilə söndürürəm. Yəni bu səfər bilmirəm, yadımda deyil hansı ilə söndürüb yandırmışdım GoPro-nu. Dedim ala birdən GoPro çəkməz də qaqaş. Çəkməz, bizi günümüzün maraqlı hissəsindən biri gedər də ortalıqda. Qoy görək. Aha. Gedirik. Məmməd Rahim 42. No name nəqd sifarişdir. Gedək. Allah əslində maraqlı kadrajlar oldu. Bu da bayaqçıdır. Salam, salam. Sen bayağı protif sürürdün dostum. Ha qardaşlar, deməli belə bir şey baş verdi. Müştərimiz az yaşlıdır, yəni 16 yaşı var. Biz müştərimizə sifarişi təhvil verə bilmirik. Verməməliyik də. Burada da görürsünüz, operator bizə yazıb ki, sifarişi geri qaytarın məkana. Deməli biz də nə edirik? Sifarişi tamamlamadan qaytarırıq məkana. Qayıdaq məkana. Məhsulu qaytarırıq məkana. Buna görə də təbii ki, əlavəmiz də olacaq. Axşam mən bütöv şəkildə göstərəcəm. Ortalama saat 1-in yarısı idi səhv eləmirəmsə mən işə başlayanda. 1-in yarısından çalışacağam ki, ən azından nə qədər işləmişik. 1-in yarısı başlamışıq, saat 5-in yarısıdır. Davay bu. Ha qardaşlar, arxamızdan bir dənə 450 SR gəlir. 450 də çox güman ki, çünki bu iridir ya qaqaşko, biraz arxaya qalaq. Qaqaşı görə bilək. Görək gəlir elə qaqaş. Qəşəng. Şəhər yanır qaqaş. Yay oldu, şəhər yanır da, maşallah olsun, maşallah, sağlığına qismət qaqaşın. Qaqaşın nömrəsi nədir? Nəysə, buradan görənmədik, boş ver. Yəqin ki, video çıxar qarşısına, özü görər. Qəşəngdir, maşallah, sağlığına qismət. Özü də qəşəng səliqəli səhmanlı geyinib, keçinib. Maraqlı motosikletdir.
Gəlib çatmışıq ucu Elixirə. Elixir Vape-ə girək. Oba. Agresiv sürücü. Burada bir tufan yoxdur. Hoppa. Girək Elixir Vape-ə. Elixir Vape-dən öncə nə edirik? Çox vaxt itirməmək üçün giririk. Buradan da hara? Dəstək mərkəzi ilə əlaqə, sifariş cibimizdədir. Mənim çatlarım Camal təhvil verdim. Salam dədə. Az yaşlıydı bura. Hə. Sağ ol bura. Camal Bey görək bizə cavab versin. Sonuncu sifarişimiz Avis Aptek'dən ara geyri Yasamala. Gecə Yasamala icra hakimiyyətinin sol tərəfinə. Gedək bunu da götürək. 5 saatlıq iş videosunun sonuncu sifarişi. Sifarişi hazırda vuruldu. Gəlmişik hara? Avis Aptek. Avis Aptek haradaydı? Hə, buradadır. Avis Aptek Fantan Squared. Tippi market. Oy öyle yazılara baxalım. 682 nömrəli sifariş. Salam aleyküm. Bura. Tamam. 682. Sağ olun. Hoppa. Götürdüm eləyək. Görək burada bir dənə maraqlı bir kadr var. Onu da çəkək. Oradan gedək motosikletimizin yanına. Şeydi. Heykeldi ha. Qaqaş var heykel. Odur. Deməli əziz dostlar, bugünlük də bu qədər. Gələn vloglarda görüşmək üzrə. Mən sizə göstərim. Bugünün sonunda biz neçə manat qazandıq. Bugünün sonunda biz qazanmışıq 42 manat 93 qəpik. Əlavəmiz buradadır. Bayaq geri qaytardığımız az yaşlıya görə. Geri qalan sifarişlərimiz də buradadır. 42.93 deməli ümumi statistikamıza vuranda da bugünlük qazancımız 14 sifarişə 42 manat 93 qəpik. İş zəifdir. Yəni də amma işləmək olur. Yəni fırlanırsan. Kilometraj yazır. Çox sağ olun. Promen kanalına abunə olmağı, like etməyi və bizə dəstək olmağı unutmayın. Çox sağ olun. Təşəkkür edirik bir daha.